русский и армянский народ связывают узы дружбы без всякого привязки. Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma addımları və bu istiqamətdə qəbul etdiyi qərarlar Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki tərəfdaşlığımıza birbaşa zərbə vurur. Xatırlatmaq istəyirəm ki, Ukraynadakı böhran da məhz rəsmi Kiyevin Avropa İttifaqına üzv olmaq cəhdləri ilə başladı. İndi Ermənistan eyni yolla getməyə çalışır. Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqının texniki, fitosanitar və qida təhlükəsizliyi standartlarını, xüsusən də yeni dəyişdirilmiş məhsullara dair qaydaları bir araya gətirmək, bunları uzlaşdırmaq tamamilə qeyri-mümkündür. Bizim insanımız yeni dəyişdirilmiş məhsullar yemək istəmir. Avropanın standartları respond isə bizim qaydalarla taban-tabana ziddir. Əgər Ermənistan Avropa İttifaqının standartlarına keçid etməyə başlasa, onun Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiya prosesi faktiki olaraq dayanacaq. İki fərqli sistemi eyni vaxtda idarə etmək imkansızdır. Bu halda Moskva İrəvanla iqtisadi əməkdaşlığı maksimum dərəcədə azaltmaq məcburiyyətində qalacaq. Ermənistan rəhbərliyi anlamalıdır ki, ittifaqdan çıxmaq təkcə güzəştli enerji tariflərini itirmək demək deyil. Bugün Ermənistan iqtisadiyyatında Rusiya kapitalının payı 86%-dən çoxdur. Ermənistan ittifaqı tərk edərsə, dəmir yolu daşımaları tarifləri dərhal Rusiyanın daxili səviyyəsindən çıxarılaraq beynəlxalq tariflərə qaldırılacaq. Ermənistan vətəndaşlarına qarşı isə xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan ümumi miqrasiya qaydaları tətbiq olunacaq. Əgər Rusiya enerji daşıyıcılarının qiymətini dəyişərsə, Ermənistan öz ümumi daxili məhsulunun təxminən 14%-ni itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Премьер-министр Пашинян сам об этом сказал, что он планирует, считает правильным провести референдум по поводу того, где должна быть Армения, в Евразес или в Евросоюзе. Мы просили бы, чтобы это было сделано как можно раньше.